Deyirlər ki, maddə yardım olunsa yaxşı olardı, amma haradadır bizdə hücumət yoxdur bizdə. Allah hər kəsin taleyinə bir cür bəxt yazır. Bu gənc oğlanın taleyinə isə əlil olmaq yazılıb. Mən hakim deyiləm, hökm çıxarda bilmərəm. Ancaq bu cür acınacaqlı, ürək ağrıdan mənzərədən yan keçə bilmədim. Tovuz rayon Dondarquşçu kəndində Quliyev Vüqar adlı əlil yaşayır. Cəmi 67 manat pensiya alır. Anası və 2 bacısı ilə gördüyünüz bu evdə yaşayırlar. Təbii, bu daxmaya ev demək olarsa. İçəridə əşya adında heç nə yoxdur. Bəzən günlərlə quru çörək belə tapa bilmirlər. Quliyev Vüqara kömək lazımdır. İcra hakimiyyətlərinə hər il belə ailələrə yardım etmələri üçün pul ayrılır. Ancaq Tovuz rayon icra başçısı Tofiq Zeynalov belə adamları nəinki dinləmək, heç görmək belə istəmir. Bu cür şikayətçiləri qapıdan qovur. Bu videoya baxan aidiyyatı təşkilatlar Tofiq Zeynalovun özbaşınalığına son qoyun. Hökumətin ayırdığı pulları cibinə yox, əlillərə versin.